Salam, kanalımızın dəyərli izləyiciləri. Bu dərsimizdə mövzumuz riyaziyyatda ədəd oxu və onların növləridir. Varlıqların miqdar və say xarakteristikası üçün istifadə olunan anlayışa ədəd deyilir. Ədəd oxu üzərində başlanğıc nöqtə, istiqamət və bərabər bölgü vahidi olan düz xətt. Baxın, şəkildə gördüyünüz ədəd oxudur. Deməli, üzərində başlanğıc nöqtə, istiqamət və bərabər bölgü vahidi olan düz xəttdir. Başlanğıc nöqtə var, istiqamətlər var və bərabər bölgü var. Bu ədəd oxudur. Başlanğıc nöqtəyə həmçinin hesablama başlanğıcı da deyilir. Ədəd oxunun hər bir nöqtəsi, bu arada bunu qeyd edək ki, ədəd oxu üzərində sonsuz sayda nöqtə var. Ədəd oxunun hər bir nöqtəsi bir həqiqi ədədə uyğundur və bunun tərsi də doğrudur. Ədəd oxu üzərindəki həqiqi ədədlərin aşağıdakı növləri var. Baxın, natural ədədlər, yəni həmçinin müsbət tam ədədləri də deyə bilərik. 1, 2, 3, 4 və s. Bu şəkildə sonsuz artan ədədlərdir. Yəni, müsbət tam ədədlərimiz əşyaları istifadə edərkən istifadə etdiyimiz ədədlər, müsbət tam ədədlər, natural ədədlərdir. Sonra mənfi olmayan tam ədədlər. Mənfi olmayan tam ədədlərə natural ədədlərlə sıfırın birləşməsi kimi də baxa bilərik. Yəni, fikirləşin ki, həm natural ədədlər, həm də sıfır birlikdə mənfi olmayan tam ədədlər çoxluğunu əmələ gətirir. Tam ədədlər. Tam ədədlər həm mənfi tam ədədlər, həm sıfır, həm də müsbət tam ədədlər, yəni natural ədədlər. Bunların birləşməsindən əmələ gələn bir çoxluqdur. Rasional ədədlər. Rasional ədədlərə baxın, mənfi və müsbət onluq kəsir ədədlər, adi kəsir ədədlər, sıfır və müsbət onluq kəsir və adi kəsir ədədlər çoxluqlarının birləşməsindən ibarətdir. İrrasional ədədlər. İrrasional ədədlər, misal üçün, kök altında 2. Adi kəsir şəklində və yaxud adi onluq kəsir şəklində göstərilə bilmir. Bunlar da irrasional ədədlərdir. Misal üçün, pi ədədinin özü 3,14. Yəni, yuvarlaqlaşdıranda 3,14 eləyir. Bunun onluq kəsir hissəsi uzundur. Bu özü də irrasional ədəddir. Loqaritma 3, kosinus 15 dərəcə və s. Bunlar irrasional ədədlərdir. Bütün bu ədədlərin hamısına birlikdə nə deyilir? Həqiqi ədədlər çoxluğu deyilir. Yəni, baxın, natural ədədlər, mənfi olmayan tam ədədlər, rasional ədədlər, irrasional ədədlər, birlikdə bunların hər birini, yəni hamısını bütünlükdə əhatə edən ədədlər çoxluğuna həqiqi ədədlər çoxluğu deyilir. Bu dərs deyəcəklərimiz bu qədər. Bizi izləməyə davam edin. Növbəti dərslərimizdə görüşənədək. Salamat qalın, əziz şagirdlər.